Bu prənikləri görən kimi mənim yadıma uşaqlığım düşdü valla. Bu dadı xatırlayırsınız. Gəlin onu birlikdə hazırlayaq. Əvvəlcə bir xörək qaşığı şəkər tozunu zəif odda əridirik. Karamel rəngini aldıqdan sonra üzərinə su əlavə edirik. Daha sonra şəkər tozu, baharatlar və yarım ədəd muskat qozunu rəndələyirik. Yaxşı qarışdırdıqdan sonra ocağın altını söndürüb soymasını gözləyirik. Ümumi qramajdan götürülmüş un əlavə edirik. Daha sonra kərə yağı, yumurta əlavə edib qarışdırırıq. Yerdə qalan unu da üzərinə əlavə edib xəmiri yoğurmağa başlayırıq. Daha sonra xəmiri yaxşı yoğururuq. Yoğurarkən bir nüansa çox diqqət etməlisiniz. Xəmirə unu çox əlavə etməyin ki, bərkiməsin. 60 qramlıq kündələrə bölüb soba listinə düzürük. Balaca artıq qalan kündəyə fikir verməyin. Kündələri də soba listinə düzərkən yüngülvarı üstündən sıxmağı unutmayın. 180 dərəcədə öncədən isidilmiş sobada 15 dəqiqə bişirin. Daha sonra yumurtanın ağını krem halına gələnə qədər çırpırıq. Hazır olduqdan sonra üzərinə şəkər pudrası əlavə edib və qarışdırmağa davam edirik. Glazuru prəniklərin üzərinə yaxşı çəkib 5 dəqiqə konveksiya rejimində quruduruq. Əgər sizdə konveksiya rejimi yoxdursa, otaq temperaturunda quruyana qədər saxlaya bilərsiniz. Yoxlayan hər kəsə nuş olsun. Gələn videolarda görüşərik.